Mürəkkəb maddənin maye qaz çevrilməsi üçün hansı ifadə doğrudur? Ərimə prosesidir. Bu yanlışdır. Çünki maye haldan qaz halına çevrilmə prosesi buxarlanma və yaxud qaynama adlanır. Sıxlıq artır. Biz öyrənmişik ki, maddənin sıxlığı, bərk halının sıxlığı böyükdür maye halının sıxlığından, o da öz növbəsində böyükdür qaz halının sıxlığından. İstisna bir dənə su maddəsi idi. Digər bütün maddələr də bu şəkildədir. Yəni biz buradan görürük ki, mayədən qaza çevrildikdə sıxlıq azalır. B də yanlışdır. Kimyəvi hadisədir. Yanlışdır. Niyə? Çünki aqreqat hal dəyişmələri zamanı heç bir kimyəvi reaksiya baş vermir və tərkib dəyişmir. Ona görə də aqreqat hal dəyişmələri fiziki hadisədir. Soyudulduqda gedir. Bu da yanlışdır. Biz mayenin qaza çevrilməsi üçün biz onu qızdırmalıyıq ki, qaynama prosesi baş versin. Y variantında isə deyilir ki, moleküllər arası məsafə artır. Bəli, bu ifadə doğrudur. Çünki moleküllər arası məsafə qaz halında böyükdür maye haldan, o da böyükdür bərk halından. Yəni, mayədən qaza doğru çevrildikdə moleküllər arası məsafə artır.